birinci avadanlıqlarımı almağa çalışmışam. Məsələn, o əllə tutulan mikser yox, artıq stol üstü stand mikser, daha böyük soba. Biri var bu balaca ağ sobalar var, o biri var ki daha biraz fanlı sobalar. Hə, mən fanlı sobaya keçirdim. Qəliblər artıq almağa başlayırdım. Bir də özümü inkişaf elətdirmək üçün master klasslar axtarırdım ki, nə dünyada var, amma bizdə yoxdur, hansı texnikalar. Mən onu gedim gətirim. Bir də maraqlısı budur ki, mən sizə bir şey dedim. Mən 27 yaşıma qədər dayım çox yaxşı rəssam olsa da, məsələn, qardaşımda rəssamlıq var, amma mən rəssamlıq qabiliyyətim olduğunu kəşf eləməmişdim. Və bilmirdim ki, mənim rəssamlıq qabiliyyətim var. Mən bu işdə olandan sonra mən baxdım ki, əslində məndə rəssamlıq var imiş, amma mən bunu bilməmişəm. Nə mən bilməmişəm, nə ailəm bu istedadı məndə kəşf eləməyib. Belə bir işlədikcə, işim məni məcbur elədikcə mən bu şeyləri özümdə kəşf eləməyə başladım. Ondan sonra baxdım ki, evə yerləşmirik. Əşyalar, qəliblər, formalar, qutular. Fikirləşdim ki, nə edə bilərəm? Mağaza açmağa gücüm yox idi, maddi gücüm yox idi ki, zaten hansı vəziyyətdən gəldiyimi dedim. 1 il yarım sonra düşündüm ki, bunu evdə yox, amma evdən kənarda bir yer deyiləm, amma orada elə bir şey olsun ki, ev kimi bir yer olsun. Çünki mən lazım olanda, özümü gücsüz hiss eləyəndə dincəlim. Çox yaxın bir qohumumuz var idi. Onların Nərimanov ərazisində evləri var idi kiraya. Yoldaşım dedi ki, bəs danışaq onlarla, bəlkə evlərini kiraya bizə verərlər. Allah yol açdı. Məlum oldu ki, onların bizdən əvvəlki o kirayada qalanlar çıxır. Bütün əşyalarımı köçürtdüm o evə. Özümə də dincəlmək üçün bir divan saxladım. O qədər quru və bərk divanı idi ki, yəni insan orada uzanıb yata bilmirdi. Amma həmişə deyirəm ki, o qədər yorulurdum ki, o divanın elə bil o bərkliyini hiss eləmirdim də. Və indi nə qədər yumşaq yerdə, divanda yatsam da, orada yatanda aldığım ləzzəti ala bilmirəm. Çox qəribədir. Və mən artıq 2 il yarım orada işləməyə başladım. Sifarişləri özüm götürürdüm, sifarişləri təhvil verməyi düşürdüm aşağıda, özüm təhvil verirdim. Sonra yavaş-yavaş artıq gördüm ki, fiziki olaraq çatdıra bilmirəm. Yavaş-yavaş anam köməyə gəldi.